Bu təkcə yəni tibb bacıları və tibb qardaşları üçün çəkmirəm bu videonu. Hətta xəstəxanalar da bu dəfəki sevindirici xəbərim tibb bacıları və tibb qardaşları üçün. Ankara tibbdə 1 aylıq, yəni 32 günlük praktika cəmi 2200 manat. Yəni bu 2200 manata nə daxildir? Hər şey. Baxın, xəstəxananın ödənişi, sənədlərin hazırlanması, göndərilməsi, gündə 2 dəfə qidalanma, qalacağınız yer, transfer, xəstəxanayla tanışlıq, sonda bitirmə bəlgəsi, yəni hamısı daxil 32 gün cəmi 2200 manat. Bundan əlavə istədiyiniz bölümü seçə bilirsiniz. Yəni siz tibb bacısı və ya tibb qardaşısınız, hansısa bölümdə ixtisaslaşmaq istəyirsiniz. Bu kardiocərrahi ola bilər, radioloji ola bilər, laboratoriya ola bilər, plastik cərrahi ola bilər. Yəni hər hansısa bir bölümdə. Həmin bölümdə gedirsiniz, praktikanızı keçirirsiniz və sertifikatınız da sonda, yəni bitirmə bəlgəniz o bölümdən gəlir. Bu təkcə yəni tibb bacıları və tibb qardaşları üçün çəkmirəm bu videonu. Hətta xəstəxanalar da öz əməkdaşlarına bizə müraciət edərək praktikaya göndərə bilərlər. Yəni bu hər iki tərəf üçün xeyir olacaq. Həm tibb bacısı, tibb qardaşı üçün, həm xəstəxana üçün. Çünki onlar da gedib öz bilik və bacarıqlarını artırıb gəlib sizin xəstəxanada daha yaxşı fəaliyyət göstərəcəklər. Amma yerlərimiz çox azdır. Tələsin, indidən müraciət edin. Hər kəsə uğurlar.